məsələlər var ki, onları burada deməyimiz belə düzgün deyil. Bu özü də bir balans pozulması gətirib çıxarda bilər. Tamam Amma və eyni zamanda da verilə də bilmirik zaten. Çünki mən regression hipnoterapiyası edirəm, Doğru, avtomat doğru. seans edirəm, texnika edirəm, onu keçmiş zaman travmasının duyğusunu işləyirəm. Doğru. Onu burada verə Bu hər bilmirəm. fərdə görə zaten individualdır. Siz bunu versəz, Bəli, bəli, bəli. yəni bu bunun kimi deyil. Əslində müşayiət etmək, mən deyərdim ki, qapının necə deyim, açarıdır. Bəli. Sən zaten dəyişib, dönüşüb, yaxşı, belə deyim də, yəni yaşamaq istəyirsənsə, günü keçirmək istəmirsənsə, sənə biz zaten qapının açarını verdik. Verdik, bəli. Açarsan da. Müşahidə et, duyğularını hisset və ifadə et. Bizim bugün Danış. travmalarımız, şuuraltımızda olan bastırdığımız duyğular nəyə var? Bizim travmalarımız deyirik 10 yaş öncəsinə dayanır. Bəli. Çünki 10 yaş öncəsində insan süngər kimi hər şeyi saf halı ilə çəkir özünə və özünü müdafiə edə biləcək və ifadə edə biləcək bir yaşda deyil. Anladın? Bir də insanlar içərisində utandırıldı, o utancısını bastırdı. Yəni orada özünü müdafiə etmədi və yaxud da kimsə üstünə qışqırdı, orada özünü müdafiə edə bilmədi, dəyərsiz hiss etdi, amma özünü müdafiə edə bilmədi. Bastırırıq, bastıra-bastıra böyüyürük biz. Amma ən azından indi şuurlu şəkildə bir şeylər etmək istəyiriksə özümüzlə, özümüzü ifadə edək. Yəni bir duyğu yarananda o duyğunu, o enerjini bədəndən atmaq lazımdır. Buna ifadə deyirik. Məsəl üçün əsəb duyğusu gəlib. Demirəm, get o insanın özünə onu sərt bir şəkildə əsəbi onun üzərinə dök. Get yastığı yumruqla, amma özünü ifadə et orada. Bir söz var, deyir, 10 dəqiqə yumruğu dayanmadan yastıqlayan sonra istəsə də əsəbləşə bilməyəcək. Doğru. O enerjini atmaq lazımdır, özünü ifadə etmək lazımdır. Doğru. Biz ifadə edə bilmirik. Xətrinə dəyər deyə, birdən yanlış anlaşılaram deyə. Amma sağlam, normal bir şəkildə özümüzü ifadə etməliyik. Sənin bu davranışın mənə bunu hiss elətdirdi. Və səmimiyyət də budur. Bəzən insanlar qarışdırırlar ki, mən səmimi bir insanam. Nə edirsən, öz düşüncələrimi rahatla bölüşürəm. Düşüncə deyil. Sən özünü saf bir halda ifadə edə bilirsənmi hisslərini? Yəni qarşındakı insana, həyat yoldaşına və yaxud rəfiqənə, dostuna deyirsən ki, sən bu davranışın mənə dəyərsiz hiss elətdirdi. Bunu ifadə etmək sizcə asandır? Asan deyil. Çünki orada ego dərhal dövriyyəyə girir və necə məni zəif gördüm orada, deyim bunu, demir. Biz nə edirik? Dolayı yollardan hiss elətdirməyə çalışır. Məsələn, ər-arvad düşünün münasibəti. Qadın kişiyə əsəbləşib, kişi çay istəyir, qadın gəlir stakan çırpır. Vermə. Dolayı yollarla mesaj ötürməyə çalışır ki, mən sənə əsəbiyəm. Amma özünü ifadə etməlidir, keçici qarşısına gəl danışaq, 2-dən çay süzər və özünü ifadə edər. Sənin bu davranışın mənə bunu hiss elətdirdi.